Həzrət Əli ilə Muaviyyəni ayırmalıdırlar. Mütləq ayırmalıdırlar. Bu gün nə söhbət gedir? Bu gün söhbət budur ki, onlar da Muaviyyə düz elədi, filan işi gördü, yoxsa yox. O deyir ki, Muaviyyə düz elədi. Məsələn, nizəyə Quran taxdı, düz elədi. Çünki deyir, bu müharibə hiləsidir, eləməli idi. Biz deyən yoxdur ki, ümumiyyətlə Muaviyyə niyə Həzrət Əli ilə döyüşür? Hələ elədiyi nizəyə qaldırdığı düzdür, səhvdə onu o tərəfə qoyur. Ümumiyyətlə Həzrət Əli ilə döyüşmək olar. Peyğəmbərin səhabəsi ilə, xəlifə ilə döyüşmək olar. Peyğəmbərin səhabəsidir, xəlifədir, barəsində ayələr nazil olub. Tabi olmaq lazım idi. İndi oxuyacağım bu günlərim Allahın izni ilə. Ki, Əli əleyhissalam Muaviyyəyə məktub yazanda dedi ki, mühacir, ənsar, hər kəs mənə tabi olub, sən hardasan? Niyə mənə tabi olubsan? Niyə mənə beyət eləmsən? Və bu şeylər qalıb kənarda bunun söhbətini aparırlar ki, görəsən Həzrət Əliyə qarşı müharibədə Quranı nizəyə taxıb. Bunun hökmü nədir? Düz eləyib, səhv eləyib. Və belə də qənaətə gəlirlər ki, düz eləyib. Niyə? Çünki hilə müharibədə də hilə olar. Hələ sən onun cüziyyətlərini kənara qoy. Hələ gör Həzrət Əlinin özü ilə müharibə eləmək olardı ya yox.